Salam uşaqlar. Biz bugün sizinlə səhifə 136-da olan misal və məsələlərdən kömək eləyəcəyəm sizə. Məşğul olacağıq birlikdə uşaqlar sizinlə. Siz də yəqin ki, diqqətlə qulaq asın. Çalışacağım tez-tez izah edeyim. Orada misallar çoxdur. Həm vaxtımız çox getməsin. Sizin də yormayayım sizi uşaqlar. Əgər başa düşməsəniz tezdən baxarsınız. Mən çalışıb tez-tez izah eləyəcəyim. Diqqətli olun. Kimin fikri doğrudur? 136'da. Orada adları verilmeyip oğlan qızdır. 99'dan bir rəqəmlilərin sayını çıxmalı. Kimin fikri doğrudur? Deyir ki, bu iki rəqəmli ədədlərin sayını tapmaq üçün. Oğlan deyir ki, 99'dan bir rəqəmli ədədlərin sayını çıxmaq lazımdır. Yəni 99'dan çıxırıq bir rəqəmli ədədlərin sayı 9'a qədərdir də 9 dənə. Bir rəqəmli ədədlər, iki rəqəmli ədədlərin sayını tapmaq üçün 99'dan 9 dənə bir rəqəmli var. Yəni 9 dənə bir rəqəmli çıxanda iki rəqəmlilərin sayı 90 dənə olur. Oğlan deyir. Qız deyir ki, qızın şəklinin adı yoxdur orada. 99'dan ən kiçik iki rəqəmlini çıxmaq lazımdır. Ən kiçik iki rəqəmli 10'dur. 10'u çıxmaq lazımdır. Bu dəfə olacaq 89. Hansı doğrudur? Məncə yox, dəqiq doğrudur oğlanın fikri. İndi burada siz də başa düşərsiniz ki, bunu müəllim də yəqin sizə keçib ki, iki rəqəmlərin sayını tapmaq üçün nə etmək lazımdır? Oğlanın fikri doğrudur. Cavabı burada yazıram. Cavab oğlanın fikri doğrudur. Kimin fikri doğrudur? Oğlanın fikri doğrudur. İndi bu sözləri ən azından yazın. Ya müəllim birbaşa bunu yazmayın. Doğrudur. Sonra Rum rəqəmləri ilə verilib. Uşaqlar, mən karandaşına yazmışam burada. Bunları deyir, bunlar yazılıb. İndi biz bunları artan sıra ilə yazmalıyıq. Ən kiçigindən başlayıb yazmalıyıq. Belə yəqin ki, bunlara baxırsınız, bunlar sizə heç nə demir. Onun üçün də siz altdan bunların bizim başa düşəcəyimiz, sizin başa düşəcəyiniz qiymətlərini yazmalıyıq. M 1000 deməkdir. 1000, bu da 5 ilə 3 də 8'dir. 1008. Bax, buraya yazıram. 1008. D 500'dir. 510, bu da 9. Bu da eləyəcək 519. İki dənə bunlar bu X hərfi kimi və yaxud da riyaziyyatda X də deyirlər. 10, 10, 20, bu da 5, 25 deməkdir. İndi istəyirsiniz bunları yazın, istəyirsiniz birbaşa düzərsiniz. El 50'dir. Bir dənə yanına bu 10'dur. 60, bu da 70. El 50'dir. İki dənə də 10, 10, 20. Burada iki dənə ona biz 20 dedik. Burada da 20 dedik deyəndə ki, elədir uşaqlar, dəqiq elədir. 50, bu da 20, 70, bu da 4. Bu da 74'dür. Bəs bu neçədir? Elin sağ tərəfində olanda bu X hərfləri artır. 50 artır oldu 60, 70. Burada isə elin sol tərəfindədir. 50'nin sol tərəfində olanda azalır. 10 dənə azalacaq. Əgər 2 dənə X olsaydı burada X hərfi 20 dənə azalardı. Olacaq onda 40. 40, bu da 9. Bu da 49'dur. Onda biz artan sıra ilə yazırıqsa ən kiçiyi budur. 25'dir. Birinci bunu yazırıq. İndi artan sıra ilə bunları yazmayacağım. Rum rəqəminə yazacağım. Ən kiçiyi bax budur. 25. Vergül. 25'dən sonra gəlir 74 yox 49. 40 dedik ki, belə yazılır. El 50. Bu da bir dənə 10 dənə azaldı. Oldu 40. 9 da belə olur. Onun bir dənə azaltdıq, oldu 9.
İkinci də budur. Sonra gəlir 74. Bunu yazıram. İndi gəlib bu bunun davamıdır. Altdan yazacağım uşaqlar bunu. 74. Deməli el 50. 10 oldu 60. Elin yanına bir dənə 10 yazdım. Oldu 60. Bir dənə də 10 yazıram. Olur 70. İndi 4 yazıram. 4. 5'in sol tərəfinə xətt çəkəndə bir dənə olur 4. Əgər 5'in sağ tərəfinə xətt çəksəydik 6 olardı. Bu V hərfinə oxşayan deməli neçədir? 5'dir. Sol tərəfində xətt olanda isə 4 olur. 74 oldu. Ondan sonra bizim gəlir 519. D 519'u göstərir. D 510. Bu da 9. 519. Lap axırda da 1008'i yazırıq. M hərfi mini göstərir. Mən yuxarıda demişəm, bir də təkrar eləyirəm. Baxmayaraq ki, sizə deyirəm ki, tez-tez keçəcəm, amma keçə bilmirəm. Nə bilim, istəyirəm ki, yaxşı biləsiniz. 1005, yanına da 3 qoyarıq, olar 8. 1008. Artan sıra ilə bax yazdıq. Bu misalın şərtinə aiddir uşaqlar. Bax, bura qədər misalın şərtidir. Bu isə bizim 5 dənə ədədi düzmüşük artan sıra ilə. Bax bunları. 1, 2, 3, 4, 5. İkinciyə baxaq. 136'da ikinci nə deyilir? Yuvarlaqlaşdırmaqdır yüzlüklərə qədər. Yüzlüklərə qədər yuvarlaqlaşdırmaq üçün uşaqlar yüzlüyə qədər olan ədədlərin yüzlüyə qədər gedir ha söhbət. Minliyə aid deyil bu. Minlikdə başqa cür izah eləyəcəm. 0 eləyəcəm bunları. Yüzlüyə qədər olan 2 dənə rəqəm var. Təklik, onluq. Bu da yüzlükdür. Yüzlüyə qədər, yəni bura qədər olan 21'i yuvarlaqlaşdırmalı. 21'i ataq, saxlayaq, yerinə 0 yazmalıyıq. Yazıram. Ədədimiz belədir. 8 milyon 599.121. 8 milyon 599.000'i yazıram. Bunları toxunmuruq. 99.121'dir bu. 2 ilə 1'dir. 5 olsaydı bu 1'ə bir dənə verərdi. 0 yazacağım yerinə. Başa düşürsünüz yəqin ki. 100. Burada da yenə 627 milyon 629.978. 900, buna 900 deyirəm. İndi bunu mən bu 2 dənəsini sıfıra çevrilməliyim. 78 özü elə 100'ə yaxın bir ədəddir. Bax bu 7, 8, 78 100'ə yaxın bir ədəddir. Bu özünə bir yüzlük verir buna. Olacaq. Ne olacaq? Bax bir 100 gəlsək üstünə nə olacaq? 200. Deməli olacaq 629.000. Bir dənə də buna bir 100 versək bu da olacaq 1000. Olacaq 630.000. 627 milyon. Bu da olacaq 630.000. Nəyin hesabına 630.000 oldu uşaqlar? Bax bu buradan bir yüzlük yarandı. Buradan bir yüzlük yarandı. Bu yüzü geldik 900'ün üstüne oldu 1000. 1000 oldusa 629.000 de oldu. 1000'i buna veririk olur 630.000. Bak buradan yarandı. Yine de baxırıq 8 ilə 3 sıfıra çevrilməlidir. Sıfıra çevrilməmişdən qabaq bu 8 yüzlüyə bir dənə verəcək. Sıfırın yerinə 1 düşəcək. 31 milyon təqribilik işarəsi də var. 119.000. 83 özü bir 100 deməkdir. Həm də 0,8 1 verir bura. Doğrudan da 100 olur. Burada 992. Bu 1000 deməkdir elə.
yuvarlaqlaşdıranda 9 bir dənə buna verir, olur 1000. 396 min yox, olacaq. Bu 1000 də bunun üstünə gəlsək 397 min. 456 milyon 397 min. İndi mən bunu bir gəlirəmsə bunun üstünə 9'un üstünə 1 gəlib şifahi izah edirəm də. Doğrudan da 992 də düz 100'ə yaxın bir ədəddir. Olur 1000. 1000'i də gəlirəm bu 6000'in üstünə. Belə bir ədəd olur. Minliklərə qədər yuvarlaqlaşdırırıq. Yəni minliyə qədər yuvarlaqlaşdıranda deməli bu 3 dənəsi atılır. Birinci baxırıq minliyin yaxındakında 1'dir. 1'dirsə bu minliyə heç nə verməyəcək. Olacaq 8 milyon 599 min. Buradan bir 1000 düzəlmədi verək ona. 121'dən 1000 düzəlməz axı bunun üstünə gələk minliyə qədər. Buradan isə 978 özü 1000'ə yaxındır. 978. Həm də 9 buna bir dənə verə bilir. Onda 629 min. 1000 də bunu deməli ki yuvarlaqlaşdırıb 1000 düzəldib bura veririk. Olur 630 min. Olacaq 627 milyon 630 min. Bunlar 3 dənə sıfırdır. Minliyə qədər yuvarlaqlaşdıranda bu sıfır yüzlüyə bu 3 dənəsi birinci deyək ki sinif təkliklər sinfidir. Yüzlüğündə sıfırdır. Heç nə verə bilmir. Olacaq 31 milyon 119 min. Bunlar isə dönəcək sıfıra. Bu birinci dəfə deyil. Bu elə izahları mən çox eləmişəm. Uşaqlar müəlliminiz də eləyib. Burada da görürüz ki 992 yenə 1000'dir. 1000'ə yaxın bir ədəddir 992. Buradan bir 1000 yaranır, gəlir 396 minin üstünə olur 397 min. 2 milyard 456 milyon 397 min. Bax belə olacaq. Yuvarlaqlaşdıranda minliyə qədər. Səsim də biraz mənim hava soyuqdur deyə dəyişib. Üzrünü sayın uşaqlar. Misal 3'ün ardıdır. Burada deyir ki 10 minliklərə qədər yuvarlaqlaşdırın. Daha mən həmin qaydada yuvarlaqlaşdırmışam. Təkrar bir də izah eləyib sizi yormuram. 10 minliklərə qədər həmin ədədlərdir, eyni ədədlərdir. Bu dəfə milyonluqlara qədər yuvarlaqlaşdırmışam. Bizim verilən 4 ədədimizi milyonluqlara qədər, 4 ədədimizi 10 minliklərə qədər. Dördüncü, daha doğrusu üçüncü idi o. Kitabın 24 səhifəsi var. Səhifə nömrələrində bir rəqəminə neçə dəfə rast gəlinir? Fərz elək ki, kitabı səhifələyirik. Buraya yazırıq 1. Deməli, arxa tərəfinə yazırıq 2, 3, 4, 5, 24'ə qədər və s. 24'ə qədər yazılıb. Deyir, bir rəqəminə neçə dəfə rast gəlinir? 13 dəfə uşaqlar. Siz də bunu elə bir düsturu var. Bu saat mən sizi ilin axırıdır o düsturu. İkinci yarım ildə mən sizə təkrar məsələlərimiz olacaq. Onda öyrədəcəm. Amma indi kitabın son səhifələrində olan məsələdir. Bax, elə əzbərcə yazarsınız, belədir. Bəs hər rəqəmdən neçə dəfə istifadə olunur? Məsələn, birdən burada soruşurdu ki, bir rəqəminə neçə dəfə rast gəlinir? 13 dəfə. Burada da yazmışam. 1'dən 13 dəfə, 2'dən 8 dəfə, 3'dən 3 dəfə. Bax, bunları təkrar eləmirəm. 4'dən də 3 dəfə. Bunlar hər rəqəminə bax bu qədər istifadə olunur. Məsələn, 9'da, bir də 19'da istifadə olunur. 8'də, 18'də istifadə olunur. 2 dəfə istifadə olunur 24'ə qədər. Bax, bunu da belə yadda saxlayın. Geçək misal 5'ə.
əlverişli üsulla edin. Eləyək, bəli. Burada görürsünüz, hər iki hasildə, bu hasildə də, bu hasildə də 14 var. Bu vurmanın mötərizə paylaşma qanunudur. Bu verilib, paylaşılıb, 14 hər iki vuruğa verilib. Biz onu mötərizə xaricinə çıxardırıq. 14. İçəridə isə çıxma olduğuna 165-dən 125-ə çıxıb yazıram. 65 çıx 125. Buna vurmanın paylama xassəsi deyilir. 165-dən 125-i çıxsaq 40 olar. Mötərizənin cavabı 40. 14'ü də vururam 40'a. 14'ü 4'e vursam 16. Bir yadda 56. 560 eləyəcək 40'a vursam. 560. Bəs burada necədir əlverişli üsul? 31 milyon 996 min, yazıram. 31 milyon 996 min 999 min olsun bu. 999 olsun, yox elədi. 9'du bu. Bir də üstə yazıram. 996 6. Gerek bunu tekrar yazmazdım. Bunun üstüne mən özümdən 4 yazıram. Üstə gəl 4. Sonra bölürəm 4'ə. Hə, üstə gəl 4. Sonra çıx 4. Üstə özümdən 4 gəldim. Həm də verdiyim 4'ü sonra çıxdım. Sonra bölürəm 4'ə. Bunun üstüne 4 gəlsəm nə olar? Bax, 31 min 999 min 996'nın üstüne 4 gəlsəm olacaq 31 milyon. 31 min dedim. 31 milyon 999 min 996'nın üstüne 4 gəlsəm olacaq 32 milyon. Bax, bu olacaq 32 milyon. Burada yazıram. Qoy, burada mən qırmızına yazım. Özümdən verdim buna 4. Rahat olsun diye. 32 milyon. Çıx 4. Sonra çıxıram bundan 4'ümü. Çıxanda elə bax bu olacaq. Bölürəm 4'ə. Əlverişli üsul budur. 32'ni 4'ə bölsəm bərabərdir. Olacaq 8 milyon. 8 milyon çıx 4'ü də 4'ə bölsəm 1 eləyər. Çıx 1. 8 milyondan 1'i çıxıram. 8 milyondan 1'i çıxsam görək nə olar? Mən kənarda çıxım görüm. 8 milyondan 1'i çıxsam olacaq 7 milyon, buradayım. 7 milyon 999 min 999. Bax, burada heç nə qaralamada eləmədən 8 milyondan 1'i çıxsam 7 milyon 999 min 999 olacaq cavabı. Bəs burada nə edirik? 7 çoxdur burada. 28 7'ye bölünür də. Burada 7'ni götürək. Çıxaq buradan 7'ni. 7'ni çıxaq. Onda nə olacaq? 280 milyon 280 milyon 280 min 80 min. 7'ni götürmüştüm. Bunu yazmadım. Burada yazıram, üstə gəl 7. Həmin 7'dir. Gəldim tezdən bunun üstünə. Ki bu ədədi versin. Və bunları bölürəm 7'yə. Əlverişli üsul budur. Bərabərdir. Şimdi 28'i 7'yə bölsəm, bu 7'yə. Buna yox. Bunu da 7'yə bölməliyəm. Tək-tək. Bax, bunu belə bir misal yadınızdasa keçmişsiniz siz. Məsələn, 21 üstə gəl 7 böl 7. 21'i 7'ye bölürəm. Eləyər 3. 7'ni də 7'ye bölürəm. Olacaq 1. Arada üstə gəldi. Burada da üstə gəl qoyuram. Olacaq 4.
28'i 7'yə bölsəm doğrudan da 4 eləyər. O qaydadadır. Yenə qırmızı ruçkana davam eləyirəm uşaqlar. 280 min. 280 milyon. Bax bunu biz 7'yə bölməliyik. 280 milyon 280 mini 7'yə bölürəm. Görün bölmüşəmmi qaralamada? Yox, mən bunu kalkulyatorla böləcəm uşaqlar. 280 milyon 280 min 280 3'ten de 0 bölünsün 7'ye beraberdir. 400 yine de eləyəcək. Deməli 40 min yoksa 40 milyon 40 milyon 400 min. Belədir deməli ki, gördünüz böldüm mü? Bəlkə səhv böldüm, bir də tezdən bölüm. Uşaqlar sizinlə bir yerdə bölək. Deməli 280 milyon burada bölürəm. Siz əsas ekrana baxın. 280 milyon misaldan götürürəm. Yenə 280 min. 280 min bölünsün 7'ye bərabərdir. Olacaq. Deməli aşağıdan alt tərəfdən sayıram. 3 0 cavabını belə yazaq. Bərabərdir. 3 0 cavab bu nöqtə qoyulan yerdəndir. Ekran görünmür de ışık düşsün gerek ki görünür. Ona göre ben bir yana geçirdim. 1 2 3 yine 1 0 ayrı. 1 2 3 4 sonra gelir 4004 4004 4004 belə 40 milyon 40 min cevabı çıxırıq. Çıx yox, üstə gəl. Üstünə gəlirik. Bu 7'ni də 7'yə bölürük 1. Bu da bərabərdir. 1 də gəlib bura düşəcək. Olacaq 40 milyon 40 min 001. Bax budur cevabı. Burada da yenə də uşaqlar 25, burada da 25 mötərizə xaricinə çıxardıram. Biraz asanlaşır burada 25. Mötərizə xaricinə çıxardanda olacaq 137 üstə gəl 63. 63. Yenə də vurmanın paylama qanunudur. Bu iki misal isə yox. Bir çətin misal idi o. Onu hələ bilmirəm necə başa düşdünüz. 137 ilə 63 200 deməkdir. 200'i 25'e vururam. Bərabərdir. 200 vurulsun 25 alınacaq. Yaxud da 25 vurulsun mötərizənin cavabı 200. 2'ni vururam 25'e 500. 2'ni vururam 25'e 50. 2 dənə də bu sıfırı gəlirəm yanına. Bir sıfır da buraya yazaq. 5000. Cavab 5000. Burada da yenə görsəm bunu 12'ye vurmaq üçün nə etməliyəm? 2995'i 12'ye vurmaq üçün bunu eləyirəm 3000. Üstünə özümdən 5 verdim. 2995 üstə gəl özümdən 5 verirəm. Sonra çıxıram 5'i. Verdiğim 5'i çıxıram. Bu da yuxarıdakilardan da vurulsun 12'ye. Ancaq biraz burada rəqəmlər balacadır da bunu başa düşərsiniz. 2995'in üstünə 5 gəlsəm 3000 eləyəcək. 3000. 3000 bərabərdir. Qırmızına davam eləyirəm. Bu mötərizənin cavabı oldu. 3000 çıx 5.
3000. 3000 bu üstünə 5 gələndə. Özümdən 5 verdim buna. Bu 5'i mən özümdən vermişdim. Çıx 5. Bu 5'i çıxdım. Bu 5'i üstünə gəldim. 3000'e çevirdim. Çıxdım. Sonra vururam 12'ye. 12'ye. Bərabərdir. 3 dənə 12 36 eləyər. 3 dənə 12 36. Bu 3 sıfırda yazıram. Çıxılsın. 5 dənə də 12 eləyər 60. Bu da bərabərdir. 36 1000'dən 60. 1000'dən 60 çıxsaz eləyər 940. Bərabərdir. 36.940 eləyəcək bunun cavabı. Burada da yenə 105.999. Yenə özümdən 1 verirəm bura. Ki bunu mən 106.000 eləyim. Bir dənə verdim buna. Bu 105.999. Özümdən 1 verirəm buna. Bərabərdir. 1 verirəm, yəni üstə gəlirəm. 105.999 üstə gəl 1. Özümdən vermişəm, onu çıxıram. Sonra yazdığım ki bu ifadəni, hələ mən bunu formalaşdırıram. Bunu. Vururam 12'ye. Bərabərdir. Bu olacaq 106.000. Bax bu kiçik mötərizənin içərisi olacaq. 106.000. 106.000. Çıx 1. Vurulsun 12'ye. 106'nı 12'ye vururuq. Bərabərdir. Kənarda vurum görək. Kalkulyatorla vuracağım uşaqlar. 106 vur 12'ye. Bərabərdir. 1272. 1272. 3 sıfırı da yazıram. Çıxılsın. 2 sıfır yazdım. Qoy birini də yazdım. 3 sıfır çıxılsın. 12'ni indi 1'ə vurub yazıram 12. Deməli, aldığım cavabdan 12 çıxıram. Çıx 12. Bərabərdir. Olacaq 1260. 1270. Bu sıfırları mən yazmadım axı. Səhv olacaq bu tezdən. Deməli 272.000 çıx 12. 272.000 çıx 12. Bərabərdir. Bu da eləyəcək 27. Deməli 27.000 yox. 271.000 271.000 ola bilməz axı. 12 buradan çıxırsa bu 127 idi. 106'nı vurduq 12'ye. 127.000. Bunu tezdən mən bir də hesablayayım. Başımıza bəla olması sonra uşaqlar. 106.000 vur 12. 106.000 vur 12'ye. Bərabərdir. 12 70. Bəli, bu olur. Bu oldu 12 düzdür. 12 72. 3 dənə də 0 düz yazmışam. Çıx 12. Bəli, çıxaq 12'ni. Bərabərdir. 127. Bax burada 1 yazmamışam. 127. 1988. 1988. Olacaq 1.271.988 cevabı. Ekranda görünmədi. 12'ni çıxanda 1.271.000 burada 3 ayırsaq 988. Bu misal 5 idi. Misal 6.
Boş yerləri yazırıq uşaqlar. Boş damaları doldururuq. 2 tam 2də 1 nədən kiçikdir? 3-dən. Yəni 2də 1 yarı deməkdir. 2 yarım 2 manat 50 qəpik 3 manatdan kiçikdir. Belə nəzərdə tutun. Və yaxud 2 çörək, 2 bütöv çörək, bir də yarım çörək 3 çörəkdən azdır. 3 tam 5də 1 3 tam 5də 1 nədən kiçikdir? 3 tam 4də 1-dən. 3 tam 4də 1-dən. Buraya yazaq. 3 tam 4də 1-dən. Bu da kiçikdir 3 tam 3də 1-dən. 1 yarım kiçikdir 2-dən. 2 də kiçikdir 2 tam 6da 1-dən. 4 kiçikdir 4 tam 2də 1-dən. Yəni 4 yarımdan. 4 çörək azdır 4 yarım çörəkdən. Bu da azdır 5 çörəkdən. Bax, belə başa düşün. Bu asandır. Davam edirəm bunu. Bunu paylama qanunudur vurmanın. Bunu bir yerə yığıram. 121'i mən ikisində də 121 olduğundan mötərizə xaricinə çıxartıram. Mötərizənin içində nə qalır? M çıx N. Eyni olanı hər ikisində 2 dənə hasil var burada. İkisində də eyni olan 121'dir. Mötərizə xaricinə çıxartırıq. Qalır M çıx N. M çıxılsın N 10'dur. Burada yazılıb 10'a bərabərdir. M çıxılsın 10'a bərabərdir. 121'i də 10'a vursaq, bax bunun qiyməti 10'dur. Bu 10'dur. 10'a vursam 1210 olacaq. 1210. 10'a vurmaq 1 0 əlavə eləməkdir. Burada da yenə eyni olan hər vurubdur. Bu da vurubdur. 2 ədədi bir-birinə vurulub. Eyni olan 205'dir. Mötərizə xaricinə çıxardıram. İçəridə qalır M üstəgəl N. N. M üstəgəl N 12'dir. Bax, bunun üstündə yazıram 12. Bu qırmızına yazım görünmədi deyəsə 12. 205'i 12'ye vurub bura cavab yazacağım. Çünki bunun 12 olmağını bizə şərtdə verilib. 10 yox, M üstəgəl N 12'dir. 205'i vururam 12'ye. 205 vurulsun 12'ye. Bərabərdir 2460 eləyir cavabı. 2460 yazıram bura. 2460. Burada vuruqlardır belə. M vur N 30'dur. Burada çıxma üstə gəlmə yoxdur. Vurulub hamısı. Bir-birinin yerində vuruqlarda yer dəyişimi olur. Ədədləri əvvələ yığaq. 25'i vuraq 4'ə. Verilən bunların qiyməti verilib vur 4. Qiyməti verilməyən M, N'i də sonra yazaq. M vur N. M vur N, bax budur M vur N. 30'a bərabərdir. Bax bunların ikisinin hasili 30'dur. 25'i 4'ə vursam 100, 100'ü də 30'a vursam 300 eləyər. 3000 eləyər daha doğrusu bərabərdir. 3000 eləyəcək cavabı. Bu misal 7 idi. 136'da misal 5 elədik, 6'nı elədik, 7 görə birini eləmədik ki, yox eləmişik. Müqayisədir. Uşaqlar burada. Müqayisə eləyin. Yenə bir tərəfə göy, bir tərəfə qırmızı yazmışam ki, qarışdırmayaq. Birinci mötərizəni eləyirik. Sonra 5'ə vururuq. 210'un üstünə bu tərəfdən aldığımız cavabı gəlirik. 4'ün kubu 4 vur 4 vur 4 deməkdir. 4 vur 4 16. 16'nı da 4'ə vursaq 64. Ona görə burada yazıram ki 4'ün kubu 64'dür. Bunu əzbər bilirəm, siz də bil söz yaxşı olar. 64'dən çıxaq 8 vur 5. 64'dən 8 vur 5 40'dır. 40'ı çıxsaq sonra da yazıram burada 64 çıx 40. Bərabərdir 24 olacaq. 24.
İndi 24'ü 5'e vururam. Mötərizənin cavabı nə oldu? 24. 24 vur 5. 24 vurulsun 5'e. 5 vur 4 20. 2 yatdan. 10 o da 2. 120. 120 alındı bura qədər. 210'un üstünə 120 gəlirəm. 210 üstə gəl 120. 0, 3, 330. Deməli, sol tərəf oldu 330. İndi sağ tərəfi hesablayaq. Yenə də mötərizəni hesablayırıq. 552'ni vururam 5'e. 52. Burada yazaq bundan bir. 52 vur 5. 5 vur 2 11 yadda. 25 o da 1 26. Bunun üstüne gələcəyəm 5'in kubunu. 5'in kubu neçədir uşaqlar? 5 vur 5 25. 25'i də 5'e vursam 125. Deməli 260'ın üstünə gəlirəm 125'i. 260 125. Bunları toplayıram çünkü burada toplama verilib. 5 8 385 mötərizənin cavabı. Bölürəm 5'in kvadratına. 385'i bölürəm 5'in kvadratı 25'dir. 38'in içində 25 bir dəfə. 25. 8'den 5 3. 3'ten de 2 1. 135'i de gəlirəm bura. Düz tapmadıq ki bunu. Bəli düz tapmışıq. Bəlkə 260 səhv eləmişik. 10 1 yadda 6 düzdür. 5 vur 5 20 10 1 yadda 25 26 düzdür. 0 5 8 3 düzdür. Görək nə olacaq. 5'i də gəlirik bura. Düşürük bura. 125'də 5 dəfə. 125. 0 1. Tardı burada 15 tam. 100'də 4 dəfə. 15 tam onda 4. 576'dan bunların arasında mən xət çəkeyim uşaqlar. Karandaşla qarışması. Burada çox yer buraxmasaydıq yaxşı olardı. Aha. Burada 4 misal var. 1, 2, 3. Dördüncü de bura düşür. Deməli. Burada da yazırsınız 100, 0. Deməli 576 çıx 15 tam onda 4. 4'tü bu. 6 5'ten 5 0 virgül bura düşecek. 0 da ne kaldı? 7'den 1 çıxsaq 6 560 tam onda 6. Deməli bu tərəfin cavabı eləyir 560 tam onda 6 və buraya yazıram 560 tam onda 6. Bu tərəfin cavabı isə 330 tam elədi. Düz oldu bəli. 330. Sol tərəf kiçikdir uşaqlar. Sol tərəf kiçikdir. Bura kiçikdir işarəsi qoyuram. İkinci misal, 2 dənə misaldır burada. İndi qırmızıyla eləyirəm. 100'ün kvadratı 10.000. 10.000'dən çıxıram. Bunu 7'yə vurmalıyam birinci. Mötərizəni için eləməliyəm. Bu yadımızda qalsın ki 10.000'dir. Bu mötərizəni hesablayaq içərisini. Sonra bu mötərizənin içərisini hesablayırıq. Bunun cavabını bu mötərizənin cavabına bölürük. Görək nə olacaq. 105 1054 vur 7. 1054 vurulsun 7'ye. 28 2 yadda. 35 o da 2 37 3 yadda 7. Bunu elədik. İndi nə edirik? 10.000'dən
çıxırıq 7378-i 10.000 çıxılsın 7378-i bu bir götürüb verilir bunlara. Axırıncı olur 10. Ortadaki bu 3 0 olur 9. 10'dan 8 2. 9'dan 7 2. 9'dan 3 6. 9'dan 7 2. 2622. Sonra ne indirik? 2622'den de 78'i çıxırıq. 2622 çıx 78. 12'den 8 4. 11'den 7 4 5. 25.000 2544. İndi 5'in kubu dedik ki 25'i 5'e 125 eləyir. 5'in kubu 125 çıx 113. 125 çıx 113. 2 1 0. 125'ten 113 çıxırıq. 125'i hardan aldıq? Bəli bu idi. 12. Bunun cavabı oldu 12. Bu birinci mötərizənin cavabı da 2544'ü bölürəm bu mötərizənin cavabına. 2544 bölünsün 12 bərabərdir. Bunu burada yazacağım. Alt belə çubuqlu bölmə eləməyə məndə yer olmadığından belə yazıram uşaqlar. Siz yeriniz varsa eləyin. 2544 bölünsün 12'ye bərabərdir olacaq 212. 212. Deməli sol tərəf oldu 212. Burada yazaq üstünə. 212 oldu bu tərəf. İndi sağ tərəfi hesablayıram. Bu ədədlər, əməllər sırasıdır uşaqlar. Siz bunu keçmisiniz. 4'də də keçmisiniz, 5'də də. 7'nin kubu vur 2'yə. Yenə də bu mötərizəni hesablayırıq. Sonra bu mötərizəni hesablayırıq. Burada sizi bir daha xatırladır ki, ədədlərin üstlərini tapmaq qaydasını öyrənin və mötərizələrin içərisindəki ardıcıllığı, deməli ki, hesablamaların ardıcıllığını hansı qaydada hesablamaq lazımdır, onu öyrənin. 7 vur 7 49. Bir də 7'yə vuraq. 49 vurulsun 7'yə bərabərdir 343. Bu olacaq 343 vur 2'yə. 343 2'yə vururam. 343 hardan oldu? Bax burada bərabər yazıram. Yəni 7'nin üstü 3, 349 43'ə bərabərdir. 343 bu buna bərabərdir. Buradan aldım. 6 2 vur 4 8 2 vur 3 6. Deməli bunun cavabı elədi 686. Onun kvadratı 100 eləyər. 100'ü 2 yerə bölsəm 50. Bunları şifahi eləyirəm. Və yaxud da belə yazaq. 10 kvadrat böl 2'yə bərabərdir 50 elədi. İndi bunun cavabının 686'nın üstünə 50 gəldirəm. 686 üstə gəl 50. 6 bu da 736 oldu mötərizənin cavabı. İndi bunu hesablayaq. 43 çıxılsın. Bu üstü yəqin ki 2'dir, 25'dir. 43'dən 25 çıxıram. 43 çıx 25. Biz hara qədər tapdıq? 50'nin üstünə bunu gəlmişik. Bax bu cavabı bu tərəfin cavabı, bu mötərizənin cavabına bölürəm.
13'dən 5, 8. 3'dən də 2, 1. 18. 18'dən çıxıram. 2'nin üstü 4. 2 vur 2. 4. 4 vur 2. 8. 8 vur 2. 16. Bunun cavabı eləyir 16. 18'dən 16 çıxıram. Olur 2. Deməli 736'nı 2'yə böləcəm. 736 bölünsün 2'yə. Bölək. Şifahi deyə bilərəm, amma bir də inanmayacağam ki, qoy bir də hesablayayım, dəqiq olsun. 736 bölünsün 2'yə bərabərdir 368. 68. Deməli, bu tərəfi almışdıq 212. Bu tərəfi isə aldıq 368. Bölürük 12'yə. Bəli, 12'yə böldük, 368 aldıq. 368. Bu dəfə yenə də sol tərəf kiçikdir. 212, 368 kiçikdir. Belə. İndi 8'ə, 9'uncuya baxıram. Misal 936'da. Əbob 20 ilə 35 üçün əbob neçədirsə, 12 ilə 36'nın əkobunu da tapıb vurmalıyam ona. 20 ilə 35 üçün əbobu tapıram. 20'nin bölənləri 2, 4, 5, 10, 15'e bölünmür, bir de 20 özü. 35'in bölənləri 5, 6'ya bölünmür, 7'ye, 8'e bölünmür, 35, 9'a, 10'a, 15'e bölünmür, bir de 35'e. Her ikisinde olan ədəd 5'dir. Her ikisinde olan böyük, bir neçə dənə ola bilər, amma burada ikisinde olan bir ədəd var. Bax, bu 5 ilə, bu 5. Deməli, 20 ilə 35 üçün əbob 5'dir. Hara yazaq karandaşla. Bax, buraya yazıram ki, bunun əbobu 5'dir. 5. Əkobunu tapaq. 12 ilə 36'ya. 12 ilə 36 elə bir ədəd götürək ki, əkob oldu ki, 12'ye də bölünsün, 36'ya da bölünsün. Hele 36'nın özü 12'ye bölünür də. Bunun üçün də 36'dır. 36'dır. Əkob 36'dır. Əbobu belə tapırlar, bölənləri yazıb, ikisində eyni olanı, həm də olsun ki 5 də var. Buradan bəlkə 20 olacaqdı, böyüyünü götürəcəkdik. Amma böyük yoxdur. Bir dənə bundadır, bir dənə də bunda eyni olan hərəsindən bir dənə seçdik. Eyni. 36. Deməli 5'i vururam 36'ya. Onu tapmaq istəyirik. 5'i 36'ya vuraq, görək neçə eləyər. 36 vurulsun 5'e bərabərdir 180. 180 oldu cavabı. Əkob 12 ilə 18. Əkob 12 ilə 18 üçün birinci baxırıq. Burada baxdıq böyüyə, böyük 2 ədəddən böyüyü kiçiyə də bölünürdü. Baxıram 18'ə. 18 12'ye bölünürmü? Yox. Bəlkə indi kiçiyin 2 qatını götürürəm. Kiçiyin 2 qatı 24'dir. 24 12'ye bölünür, amma 18'e bölünmür. Onda böyüyün 2 qatı. Belə deyil, amma başqa bir yolu var onun. Mən indi bu yolu eləyirəm burada. 36 12'ye de bölünür, 18'e də. 2 düşər. Əkob bunun üçün Əkob 12 ilə 18 üçün 36'dır. Bax, Əkob 12 ilə 18 üçün 36'dır. Yazıram üstə. Əvvəl kiçiyini 2 qat elədim. Olmadı. Sonra böyüyünü 2 qat elədim. Oldu. İkisinə də bölündü. Bəs Əbob 6 ilə 9 üçün. Bunun üçün yenə də bölənləri. 6 hansı ədədlərə bölünür? 1'ə, 2'yə, 3'ə, 6'ya. 6'nın bölənləri. 1'ə, 2'yə, 3'ə, 6'ya. 9'un bölənləri. 1'ə,
2'ye bölünmür 3'e, bir də 9'a bölünür. Hər ikisində eyni olan 3'dür. Deməli, əbob 6 ilə 9 üçün 3'dür. Buraya yazıram 3. 0 niyə yazıram bilmirəm. 3'dür. Deməli, 36'nı, bunların əbobu 36'nı, əkobu 36'nı, 6 ilə 9'un əbobu olan 3'ə bölməliyəm. Bu da 12 eləyəcək. Burada bir dənə də yazım ki, əkob 12 ilə 18 üçün 36 tapdıq. Deməli, 36 böl 3 bərabərdir. Neçə eləyər? 36'nı 3'ə bölsəm, eləyəcək 12. 12. Birincidə 180, burada 12. 10'cuya baxıram. 10'cu. Hansı ədədi 0,4'ə böldükdə cəmindən 2 dəfə böyük olur? Hansı ədədi? X ədədini. Bilmiriksə, bunu yazıram. X ədədini 0,4'ə bölsəm, bərabər eləyər. Bunların cəmindən 1,6 və üstə gəl, yəni ki, 2,5'in cəmindən 2 dəfə böyük. Vururam 2'yə. Bu da eləyəcək. X bölünsün 0,4. Bu da eləyər 4,1 vur 2. Elə mi eləyir? Bəli. Toplasaq, deməli 6'nın üstünə 5, 11, 1 yadda. 3, 4,1 vurulsun 2'yə. X bölünsün 4, 0,4 bərabərdir 8,2'yə. X bərabərdir 4,1'i 2'yə vurdum. Elədi 8,2. X bərabərdir bölündən məchul olanda qismət bölənə vurulur. 8,2 vurulsun 0,4'ə. X bərabərdir. Tapaq görək neçə olacaq? 8,2 vurulsun 0,4'ə. 3,28. 8. Biz tapdıq ki, soruşurdu hansı ədədi 0,4'ə böldükdə bunların, bu iki ədədin cəminin 2 dəfə böyük olar. Hansı ədədi? Bax bunu 0,4'ə bölsək, dediyimiz bax bunlardan 2 dəfə böyük, cəmindən 2 dəfə böyük bir ədəd alarıq. Burada var ki, alınan qisməti, burada qismət sözü var, mən yazmadım qismət. Qisməti. Yazıb ki, 4,2 ədədini hansı ədədə vurduqda, kitabınızda belədir, alınan qisməti vurduqda qismət olmur axı uşaqlar, hasil olur. Burada bu məsələdə bir səhvlik var uşaqlar. Mən bura bir sual işarəsi yazıram ki, burada bir səhvlik var məsələdə. Burada yazılıb ki, 4,2 ədədini hansı ədədə vurduqda alınan qisməti. Vurduqda qismət olmur axı, nə olur? Hasil. Məsələni də, bunu da hasil yazıram, yenə düz vermir. Yəqin ki, burada böldükdə olmalıdır. Ya burada səhv var, ya burada səhv var. Bunu, məsələni dəyişmirəm, bura sual qoyuram ki, məsələ özündə səhvlik var. Axırıncı məsələmizdir bu. 65 ədədinin 20%. 65'i vururam 20'ye, bölürəm 100'e. Bərabərdir. 20'ni 20'ye bölsəm 1, 100'ü 20'ye bölsəm 5. 65'i də 100'e bölsəm 13 eləyər. 13. 20% 13'dür. 65 ədədi 5'dəki hissəsi. Burada da 65 vurulsun 5'dəkiyə. 5'dəki hissəsi elə 20% deməkdir. Bu da 20% deməkdir.
Burada deyəsən müqayisə olunmalıdır. Görək, axırıncıda nə deyilir? 36-cı səhifənin 11-incisidir. Görək, burada nə deyilir? Müqayisə eləyin. Bəli, müqayisə eləyirik burada da, ancaq başqa rənglərdə yazmamışam. 65 ilə 5 ixtisara gedəndə olur. 65-i deməli ki, bu olur 5. 65-i də 5-ə bölmüşəm 13. Bura baxaq indi. 65-i 2-yə vurub 5-ə bölürəm burada. 65-i 2-yə vursam olacaq 130 böl 5. 130 böl 5. Bu da bərabərdir. Bərabərdir. 130 bölünsün 5'e 26 oldu burada. 26. Bu tarafta 13 oldu. Böyle ben 20 kalmadı da burada 1 kaldı. Burada 13 oldu. Burada oldu 26. Bu küçüktü. İkinci de var uşaqlar. İkincinin də bir tərəfini eləmişəm. 44'də 1 hissəsi 40,5 olan ədədin 75%. 0,5 bölünsün 4'də 1'ə. Bu da bərabərdir. Vurulsun 1'də 4'ə bərabərdir. 162. 162'nin 75%'ni tapırıq. 162'dir burada yazaq. Bu bərabəri silirəm. 162 vur 75 bölünsün 100'ə. 25'e ixtisar gedir. Bu da 25'e 4, 3. 162'ni 3'ə vururam, 4'ə bölürəm. 162 vurulsun 3. Vurulsun 3'ə bərabərdir. 486 böl 4'ə. 121,5 olacaq. 121,5. Buranı biraz istəyirəm bu sərhədi qalınlaşdıram. Bu tərəfə aiddir. Bunun davamı kimi bunu yazmayın. Bu davamı burada qurtarır. 121,5. Bu deyir ki, amma 4'də 3 hissəsi bu olansa 60,75'i bölmüşəm 4'də 3'ə. Bu almışam. Sonra da 80%'ni tapmışam. 194,4. 5'ə bölüb tapmışam. Deməli 121 sol tərəf misalımız bu idi uşaqlar. Buradan da bir xətt çəkək ki, burada qurtarmışıq. Bu buradan ikinci misalların başlanğıcıdır. Yəni bu hissə bu böyükdür. Yoxsa bu tərəf oldu 194,4, bu tərəf oldu 121 tam. Bura biz kiçikdir işarəsi qoyuruq. Kiçikdir. Bu qədər. Bu 136-cı səhifədə olan misallar idi uşaqlar. Bu qədər. Sağ olun. Diqqətli olun biraz.